Yallah, başlayaq. Deməli belə, başlayırıq birinci sualdan. Bu mövzunun əvvəlləri demək olar ki, su kimidir. Məndən istəyir ki, A çıxılsın B vektorunun komponentlərini tapın. Yadınızda saxlayırsınız, vektorları toplayıb çıxırsınızsa, nə edirsiniz? Birinci koordinatla toplayırsınız, toplamadırsa. İkinci koordinatla da ikinci koordinatla toplayırsınız. Çıxmada da həmçinin. Birincidən birincini çıxacaqsınız, ikincidən də ikincini çıxacaqsınız. İndi A çıx B'ni necə tapıram? Birdən çıxıram 3'ü, neçə eləyir? Mənfi 3'dən biri çıxıram, ona görə cavab olur B variantı. Aydındır, toplama da olsa toplayırsınız. Məsələn, ola bilər də belə olsun, 2 A çıxılsın B. Onda nə edəcəkdim? A-nı 2'yə vuracaqdım, sonra B-ni çıxacaqdım. Yaxşı, aydın oldu. İndi zəhmət olmasa, baxırsınız 3, 4, sonra 7, 8, bu tiplər nədir? Yadınızda saxlayırsınız. Vektorun uzunluğudur, mütləq qiymətidir. Bunlar eyni şeydir. Bir şeyin mütləq qiymətin və yaxud da uzunluğunu istəyirsə vektorda eyni şeyi tapırsınız. Kök altında koordinatların kvadratları sənin. Yazımızda deyək, modula nəyə bərabərdir? Kök altında x kvadrat üstəcə y kvadratına. Yəni moduldur, mütləq qiymətdir, uzunluqdur, bunlar eyni cür tapılır. Kök altında 5'in kvadratı üstəcə 12'in kvadratı. Eləyir ki, 169, bundan isə çıxacaq sizdə 13. Aydındır. 5'də. Deyir vektorlardan hansı vahid vektordur? Məsələn, bayaq blok işləyirdi, bu bloka düşmüşdür. Vahid vektor nədir? Uzunluğu 1'ə bərabər olan vektor. Vahid nədir? 1. Düzdür? Uzunluqda necə tapılır? Kök altında koordinatların kvadratları sənin. Məsələn, 1'in kvadratı üstəcə 1'in kvadratı. Bu 2 edir, bu getdir. Mənfi 1'in kvadratı 1, 0'ın kvadratı 0. 1 ilə 0'ı toplayanda bunun cavabı nədir? 1. Deməli, cavab nədir sizdə? B variantı. Uzunluğu 1'ə bərabər olan vektor necə vektordur bizdə? Vahid vektordur. Sonra, baxsız 9'a. Və bayaq bunu deyirdi. 2 olanı tapırsınızsa, bunları nəyə vuracaqsınız? 2'yə. Onda bura olacaq 8, bura olacaq nə? Mənfi 2. Burada da 3B idi. Deməli, bunları vuracaq 3'ə. Bu olacaq mənfi 6, bu da olacaq neçə? 15. İndi bu 8 eləmişdi, bu da mənfi 6. 8'dən mənfi 6'nı çıxıram, cavab neçədir birincidən? 14. İndi 2'yə də vuranda bu mənfi 2 eləmişdi, bu da 15. Mənfi 2'dən 15 çıxanda mənfi 17. Cavab olur nə? Birinci içini topluyorduk, yoxsa birinci mərkəzin içini topluyorduk, sonra ikincinin içini topluyorduk? Yox. Birinci ilə birinci, ikinci ilə ikinci. Belə, sırayla koordinatlar. X1 üstəcək x2, y1 üstəcək y2. Aynı oldu, həmçinin çıxandadır. 11'ə baxırsınız. 11'dən neynəyəcəm? X'in koordinatlarını mənfi 3'də1'ə vururuq. Bax, mənfi 3'də1 x nə deməkdir? Bu m-ni mənfi 3'də1'ə vurasınız. Mənfi 3'də1 m, çıxılsın 3'də1 n. Razısınız? Sonra da ki, tapıram, burada nədir sizdə? Mənfi y. Mənfi y-də nə deməkdir sizdə? Bunları mənfiyə vurun. Mənfi m, üstə gəlsin n. Düzdür? Sonra bunları toplayırım. Mənfi 3'də1, mənfi 1. Eləyəcək mənfi 3'də4 m. Mənfi 3'də1, 1. Bu da olacaq 3'də2 n. Mənfi 3'də4 m, üstəcək 3'də2 n. O da olacaq B variantı. Aydın oldu. Yəni sırayla əməlləri yerinə yetirirsiniz. Nəyə vurublarsa vurursunuz tək-tək, nəyə bölüblərsə bölürsünüz, toplayıblarsa toplayırsınız, çıxıblarsa çıxıbsınız. Aydındır. Yəni çətin heç nə yoxdur. Sonra baxırsınız 15 nömrəli suala. Deyir CD vektorunun komponentlərini tapın. Biz demişdik ki, vektorun komponentlərinin koordinatlarını tapanda nə edirsiniz? Sondan başlanğıcı çıxırsınız. CD-dirsə D-dən nəyə çıxacaqsınız? C-ni. D mənfi 1, 1'dir. C-dəki 2 mənfi 3'dür. Mənfi 1'dən 2 çıxanda neçə eləyəcək? Mənfi 3. 1'dən də mənfi 3 çıxanda neçə eləyəcək? 4. Cavab olacaq mənfi 3, 4. Aydındır? Yəni A variantı. Çətin mövzu deyil. 17. Bax bu da bloka düşüb. Oy. Saniye. B değil ya. Rüfane delisi görmüştü, B demişti. Pifagor adlanır. Deməli, vahid vektor nə idi uşaqlar?
uzunluğu 1-ə bərabər olsun. Kök altında 9k kvadrat üstəcə 16k kvadrat bərabərdir 1-ə. Bu sizdə olur kök altında 25k kvadrat bərabərdir 1-ə. Kvadrat kökü öldürəndə modulda 5k bərabərdir 1-ə. Onda 5k olur müsbət mənfi 1. Onda k-da olacaq müsbət mənfi 5-də 1. Yəni müsbət mənfi 0,2. A variantı. Aydındır? Nə sual zotu deyin. Bunlar hamısı eyni tiplicədir. 32-yə baxacam növbəti. Oturub ağlaca 1 saat otursanız bu tapşırıq qutararsınız. Heç 1 saat da çoxdur. Siləm bunu. İndi qulaq asın mənə. Bax. Bu sizdə x oxu üzərindədir. X oxu üzərində olanda y nə olur? 0. Deməli, bu nöqtənin koordinatı olacaq -3, 0. Etirazı olan var. Bu sizdə y oxundadır. Y oxunda olanda x 0 olur. Onda bunun koordinatı 0, -2 olacaqmı? Etirazı var kiminsə. Vektorun koordinatlarını tapanda demişdik sondan nəyi çıxırıq? Başlanğıcı. Bax, bu vektor buradan bura gəlib. Yəni, bu bunun sonudur, son. Bu bunun başlanğıcıdır. Düzdür? Mən də nə etməliyəm? Sondan başlanğıca çıxmalıyam. 0-dan -3 çıxıram, nə verir? 3. -2-dən 0 çıxıram, -2. Cavab olacaq 3 -2. Yəni B variantı. Aydın oldu? Otuz 8'e baxacam. Bu da sondan başlanğıcı çıxar. Yox, bu da cəmdə axı. Deməli, A 5, 7-dir. B 3, M-dir. Mən birinci nə edirəm? Bunların cəmini tapmaq. 5 ilə 3-ü toplayıram 8. Bu da olur 7 üstəcə M. Etirazınız yoxdur. Modul bunun uzunluğu deməkdir. Modulunu tapanda nə edirsiniz? Kök altında kvadratlar cəmini tapırsınız. Bərabərdə 17. Etirazınız yoxdur. 64 plus hər tərəfi kvarta yüksəldirim. 17-nin kvartı 289. 289'dan 64 çıxanda 225. 225'də müsbət mənfi 15'in kvadratıdır. 15 götürsəm M8. Bu da mənfi 15. M olacaq mənfi 22. Çox. Mənfi 8 mənfi 23. Olur A variantı. Yazın. Deməli, baxırsınız 40 nömrəli suala. Şərtdə bizə deyir ki, ABC-də paralelogramın diaqonalları O nöqtəsində kəsişir. AB vektorunu AO ilə BO ilə ifadə edin. İndi mənə qulaq asın. Bunu yadınıza salaq. AC ilə, məsələn, CD-ni toplayanda cavab nə olurdu? AD. Eyni olanlar tulurdu, cavabı nə qalırdı? AD. İndi bax, məndə AO ilə BO-dur. Axı, mən toplayanda bu bir şey baş vermir. Çünki qaydama əsasən birinin qutardığı ilə o biri başlamalıydı. Yəni, sən belə yaza bilərsən. AO üstə gəlinsin OB. Onda bunlar gedəndə cavabı nə götürəcəksən? AB. İndi mənə baxın. AO nəyə bərabərdir? A-ya. Mənə axı BO verilmişdi. Mən OB yazmışamsa, bunun əksi sayılır. Ona görə nə yazacaqsınız? Mənfi B. Bərabərdir AB-yə. Oradan da AB-yə nə tapırsınız? A çıxılsın B. Başa düşdünüz? Aydındır. İndi zəhmət olmasa 41'i deyin görün, bəs BA nəyə bərabər olar? AB artıq B-dirsə... 41'de de artık belli. Yox, BA-dır bu.
əksi B çıxılsın. Cavab olacaq C variantı 41-də. Aydındır. Cavabı gizlətmişəm. Baxırsınız 44-də. Diqqətlə bura baxın. AC-ni tapıramsa, nə edəcəm? C-nin koordinatlarından A-nın koordinatlarını çıxacaq. C nədir? 7, 9. A nədir? 2, 4. 7, 9-dan 2, 4-ü çıxsaz nə verir? 5, 5. 5, 5. B-ni tapanda D-dən B-ni çıxırsınız. D nədir sizdə? 16, 8. B nədir sizdə? 6, 5. 16, 8-dən 6, 5-i çıxan 13. Sonra bunların cəmini istəyir. 5 ilə onu toplayacağım 15, 5 ilə toplayacağım 8. Modul da kök altında kvadratlar cəmi deməkdir. 223-də gəlmişdi. O da olacaq kök altında 289, ondan da çıxacaq sizdə 14. Aydın oldu? Aydın. 48-ə baxacağım, bu biraz maraqlıdır. Sən 49 qəbul sualıdır, blok sualıdır. Düşüb, deyəcəm. Bunu seveyim. 48-ə baxaq birinci. Baxın lövhəyə. Çox maraqlı misaldır. Diqqətlə baxaq, başa düşək. ABCD paralleqramının deyək ki, C nöqtəsi AD tərəfinin orta nöqtəsidir. Onda bu nə deməkdir? Məsələn, DA-nın uzunluğunu sənə nə verib? A. DA nədir? Bax, oxu göstərirəm. Bax, buradan bura deməkdir. Ortadırsa burada A bölü 2 olacaq, burada A bölü 2 olacaq. Etirazı olan var. Sonra AB nəyə bərabərdir? B-yə. Etirazımız yoxdur. Bizdən şərtdə deyir ki, DC-ni, bax bunu. DC-ni. Bu A ilə B ilə ifadə edilir. Əgər bura B-dirsə, biz AB-yə B demişik. Yəni, ox belə gələndə. Onda CD də B-yə bərabər olacaqmı? Düzdür? Yəni, bu aşağı doğru yönəlibsə, bu da aşağı doğru yönələndə müsbət B-dir. Yuxarı doğru yönəltsəz, yəni DC desəz, onda mənfi B olur. İndi bana sualıma cavab verin. CD üstə gəlsin DC. Sizə nəyi verir? SC-ni vermir. D-lər gedir, nə qalır? SC. İndi mənə baxın, düzəldək. C-dən D-yə nə tapmışam? B. Düzdür? D-dən C-yə A bölünsün 2 deyil. Bu nəyə verir mənə? C-ni. İndi baxaq bizdən C-ni istəyirdi. B üstəcə A bölü 2. Duy. Neysə verədim? A, B, A-dır. A. A. Düzdür. C-də üstəcə D-ci. Bizə verir C-ni. D-dən C-yə gedən. D-dən A-ya gedən. Düz yazmışam. Müsbət A bölünsün 2-dir. Bir dənə baxın, bəlkə nəyə sıfırlamışam, görmürəm. A, B-ni B verib. Mən B-dən A-ya aparmışam, oxu. Ox belə getməli idi. Allah deyəcəkdim mən başda. Dardan. Onda bu edirsə, bura mənfi B yazıram mən. Mənfi B üstə gəlsin 2-də 1 A. A variantıdır cavab. AB deyib, mən B-dən A yaparmışam oxu. Başa düşdünüz? Ox düzgün getməlidir. Aşağısını silim, çaşdırmazsınız. Belə. Sonra 49-a baxacam, qəbul sualıdır. 49. Ha, bu 66 dənədir. O biri də 63. Bu 48. Dokuzda mənə bir şeyə kömək edin. N-nın koordinatları nədir? N-nın koordinatları 2, 5. 2, 5. O bilirsiniz də 0, 0'dır. Mən 2, 5-dən 0, 0'a çıxsam elə 2, 5'i vermir. Deməli, bunu silirəm. Silim. 49'da. O n nəyə bərabər olacaq sizdə? 2, 5'ə. Onda eyni məntiqlə o m-i siz deyin görüm. Mənfi 5. Mənfi 5, mənfi 1. İndi mənə şərtdə deyir ki, cəmini tap.
Mənfi 3, 4. Şu blok sualıdır. Yəni bu mövzu bloka belə asan düşür. Yəni çətin sualı yox. Sonra 52-yə baxacağam. Deyir x oxu ilə 60 dərəcəli bucaq əmələ gətirən vektor. Bu. Proyeksiyası köküdür. Proyeksiya nə idi bizdə bu? 60, 90, onda bura neçə qalır? 30. 30-un qabağı köküdürsə, 90-ın qabağını tapanda kökücü vuram, kökücə cavab neçə eləyəcək? 3. Yenə cavabı gizlətmişəm. Buy. Cavab yoxdur. Bir dəqiqə baxaq. Vektorun uzunluğu deyil. Proyeksiyası köküdür, bu düzdür. X oxu ilə 60 dərəcəli bucaq əmələ gətirir, bu da düzdür. 30-un qabağı köküdür. 90-ın qabağını tapanda niyə mən kökücə vurmuşam? 2 köküc olacaq. 60-ın qabağıdır 3 olan. Olacaq 2 vurulsun köküc, yəni 2 kök altında 3. O da olacaq C variantı. Növbəti baxırsınız. Nömrə 58-ə. Bunlar biraz fərqli olur. Tam başa düşün. O bayaqdan yazdıqlarım cəm fərq olun. A, B, C, D. Bu belə yönəlib, bu belə yönəlib. Burada da bizə K nöqtəsidir. Deyir BK bölünsün. KS 4/1'dir. Onda bura x desəm, bura 4x olurmu? AD'ni verib sizə A. Onda bu 5x nəyə bərabərdir? A-ya. X-i nə alıram? A bölünsün 5. Razıyıq. X aldım, A bölünsün 5. İndi mənə deyir ki, DK vektorunu. DK bax buradan buradır. Onda DK vektorunu tapmaq üçün deməli, DS üstə gəlsin SK. Sizə DK-nı verirmi? Gəlin görək nə edirik. Birinci D-dən S-yə. Bax, A-dan B-yə gedib, deməli D-dən də S-yə getməlidir. AB B-yə bərabərdirsə, D-dən də S-yə nəyə bərabər olacaq? B-yə. Problem var. İndi bax, məndə AD vektoru. Bax, A-dan D-yə doğru yönəlib. A-dan D-yə doğru yönələndə müsbət A-dırsa, mən bunu C-dən K-yə yönəldəndə mənfisi olacaqmı? Axı biz x-i A bölü 5 tapmışdıq. Onda bu olacaq mənfi A bölünsün 5. B çıxılsın A bölü 5. İyi variant. Başa düşdünüz? Bir istiqamətə baxmalısınız. Bir də toplayanda ortadakılar eyni olmalıdır, getməlidir. 61-i bir dəfə demişəm sizə. Görün tapan olacaq. Şir olan var. Şahi sualdır. AB ilə AD bu paralelogramın nə idi? Tərəfi. Sən AD-nin yerinə BC yaza bilərsən. Bəli. AB ilə BC AC-ni verəcək. AC nədir sizdə? Böyük diaqonal. Və yaxud da demişdim ki, paralelogram qaydasına əsasən tərəflərin cəmi böyük diaqonalını verir. Onda böyük diaqonalın komponentləri nədir? -5, 12. Onda uzunluğu nə olacaq? Kök altında 25 üstə gəlsin 144. 13. İndi məndə AM yarım diaqonaldır. Altında verir. Sol. Çətin deyil. 63 də blok sualıdır. Amma çox asandır. Unitet nədir? Unitet ya oxşarlıq. Eğer ki A nöqtəsi A1-ə oxşardır, B nöqtəsi B1-ə oxşardır. O da necə olur? Oxşarlıq. A A1-ə oxşardır, B də B1-ə. Elə bir necə olur? Toplayıb 2-lə 1-ə vuraq. Yox. İndi bax A1-i tapıramsa nə edirsiniz?
2də 1 A yazırsınız. Çünki deyirəm, misal 2də 1-dir. Yəni nə deməkdir? A-nın koordinatları -18 deyil. Vuracam 2də 1-ə. -5, 4. Gördünüz? B1-i tapıramsa 2də 1 B yazıram. Nə edəcəm? 14 ilə -2-ni vuracam 2də 1-ə. Nə eləyəcək? 7 ilə -1. Şu deyir ki, A1 B1 parçası. A1 B1 parçası nədir? B1-dən A1-i çıxıram. 7-dən -5-i çıxın. 12. -1-dən də 4-ü çıxıram. -5. Uzunluqda kök altında bunların koordinatları cəmi. Şu. Aydın oldu. Çətin deyil. Başa düşdünüz? Sonra keçirik ikinci mövzusuna. Yəni ikinci vərəqimizə. Vektorların skaler hasili iki vektorlar arasındakı bucaq vektorların perpendikulyarlı və kollinear vektorlar. Bunları yazıca salaq qaydasını. Deməli belə. Vektorların skaler hasili, yəni A vurulsun B nəyə bərabər idi? Modul A vurulsun modul B vurulsun kosinus alfa. Düzdür? Bizdə bu bunun uzunluqla olan düsturuydu. Bir də var idi koordinatlarla olan düsturu. X1, X2, üstəcəli Y1, Y2, üstəcəlisinin Z1, Z2. Düzdür? Buradan kosinus alfanı tapsam, kosinus alfa nəyə bərabər olurdu? A vurulsun B, bölünsün modul A, vurulsun modul B. Bunun da yerinə yuxarı skaler hasili yazırdınız. Aşağıda uzunluqlar olurdu. Düzdür? Bir də ki, bunların paralellik perpendikulyarlıq şərti var idi. Paralellik şərti nə idi? Paralel olanda x1 bölü x2 bərabər olurdu y1 bölü y2-yə, o da bərabər olurdu z1 bölünsün z2-yə. Perpendikulyarlıq şərtində isə skaler hasil 0 olurdu. Yəni bunu nəyə bərabər götürürdü? 0-a. Yazıca düşdü. İndi bunları lövhənin bu qırağından qeyd edeyim ki, baxaq istifadə edək. Bu misalları biraz o birindən fərqli olaraq biraz qəşəng suallardır. Düzdür, asanlarda var. Məsələn, birinci sual. Skaler hasil necə tapılırdı? X1, X2 üstəcəl Y1, Y2 ilə. Bu nə deməkdir? Baxırsınız. Birincini birinciyə vururam. 20, 32. 4'ü vuram 8'ə. Üstünə gəlirəm, ikincini vuram ikinciyə. 20, mənfi 21. 32 çıxılsın. 21 cavabı neçə alacam? 11. Problem var. Cavab olacaq B variantı. İndi nəyə yadınıza salın? Eyni istiqamətli vektorlar var idi, əks istiqamətli vektorlar var idi. Eyni istiqamətli vektor nə idi? Koordinatların hər birini müsbət bir ədədə vururdumsa və ya bölürdümsə, onda onunla eyni istiqamətli olan vektor alırdım. Mənfi bir ədədə vururdumsa və ya bölürdümsə, onda onunla əks istiqamətli olan vektor alırdım. İndi mənə qulaq asın. Üçünü də hansında müsbət bir ədədə bölmüşəm və ya vurmuşam. A-da. Yox, bax, birinci mənfi 2-dir. Mənfi 2-ni sən müsbətə böləndə niyə müsbət 2 olsun ki? Yəni işarələr eyni qalmalıdır. Eyni istiqamətlidirsə işarələr eyni olmalıdır. Y. Bəli, cavab olacaq Y variantı. Baxışsız nömrə 11-ə. Paralellik şərti nə idi? Paralellik şərti. Nisbətlər nə olmalıdır? Bir-birinə bərabər. Yox, o perpendikulyarlıqdır. Skaler hasil 0 olsun. Paralellikdə nə edirsiniz? Birincini bölürsünüz birinciyə, ikincini bölürsünüz ikinciyə, üçüncünü də bölürsünüz üçüncüyə. İndi buranı çarpaz vursam, mənfi 2 bərabərdir 3-ə, m alıram mənfi 1,5. Sonra m-in yerinə mənfi 1,5 qoyuram. Mənfi 1,5 n bərabərdir mənfi 6-ya. Oradan da n-i neçə tapıram? 4. Sizdən m-in hasilini istəyir, mənfi 1,5-də 4-ə vuranda cavab olacaq mənfi 6. Yəni Y variantı. Başa düşdünüz? İndi baxın 14-də. Burada da perpendikulyarlıq şərtidir. Bunu qeyd edin, sonra 14-də baxaq.
14-də nə edirsiniz? Perpendikulyarlıq şərti nə idi bizdə? Skaler hasil 0 olsun. Yəni nə edəcəm? Birincini birinciyə vururam. Yəni -9-u vuram -2-yə. Üzərinə gəlirəm -2-ni vuram -1-ə. Üzərinə gəlirəm 4-ü vuram x-ə. Bərabərdir 0. 18 üstə gəl 2 üstə gəl 4x bərabərdir 0. 4x bərabərdir -20, x-i nə alıram? -5. Onda A-nın koordinatları bu olacaq. -9, -2, -5. İndi bunun uzunluğunu istəyir. Kök altında 81 üstə gəl 4 üstə gəl 25. O da olacaq kök altında 110, yəni D variantı. Başa düşdünüz? Çətin deyil. Bu da sizə perpendikulyarlıq şərti. Məsələn, 15-ci sual ikinci qruplara bloka gəlib bu il. Yadınızda saxlayırsınız. İki vektor arasında qalan bucaq 180 dərəcədən kiçik olmalıdır. 180-dən kiçik olan 1-dir, 3-dür, 4-dür. Məndən ola bilməzləri istəyir, cavab olacaq 2-5. Yəni C variantı şifahi. İndi zəhmət olmasa siz mənə deyirsiniz nömrə 23-ü. Deyir hansılar eyni istiqamətlidir. Yəni hansında koordinatları müsbət ədədə vurublar ya da bölüblər. B. D. D ilə mı? Axı biri mənfidir, biri müsbət. Hər ikisini müsbətə vurmalısan ya da bölməlisən. Nədir demək istəyirdir? Ürəyim çəkildi, deyin nə B bir ola bilər. Deyil? B, B. A, B. B. Bax, A ilə B səndə əks istiqamətlidir. Denən niyə? Çünki A ilə A-nın koordinatlarını hər ikisini -2-yə vuranda B alınır. Düzdür? Amma bax A ilə M-ni görürsən, ikisində müsbət 2-yə vurublar. 3-4-ü müsbət 2-yə vurublar, 6-8 alıblar. Müsbətə vurursunuzsa eyni istiqamətli olur. Mənfiyə vurursa əks olur. Yəni cavab AM-dir. Yəni Y variantı. Hə. İndi 24-ü tapın görün, burada əksləri soruşur. Əks mənfidir. Evet, hər ikisi mənfiyə Onda vurulmalısınız. mən deyim B variantı. A ilə B, bir də B ilə doğrudur. A ilə B-də mənfi 2-yə vurublar, B ilə M-də də M-kiləri mənfi 4-ə vurublar. Aydındır? Bəli. Sonra baxırsınız, deməli belə. Nömrə 29-a. -29-da kömək edin. AB-nin koordinatları nədir? -6, 5. AB-də Hə. vurmursan. AB-ni tapanda B-dən alıb çıxırsan. Hə, aşağıda vurmuş. 5 C-dir cavab. C? Baxın, 1 də. ola bilər hə. AB-ni tapıramsa, B-dən A-nı çıxıram. 3-dən -2-ni çıxacam 5, 1-dən 5 çıxacam -4. CD-ni tapıramsa, D-ninkilərdən C-ni çıxıram. A çıx 1-dən 2 çıxanda A çıx 3, 2A-dan da çıxacam 6. İndi deyir hasil 0-dır. Bunu buna vururam. Sən ötüz tapdın elə. Hı? Nəsə bir başqa yolun var, biz bilmirik. Nədir? Nə bərabər eləyəndə ondan sonra 0 alınır. Ne? D-C-yə bərabər eləyəndə. D-ni C-yə bərabər eləyəndə bərabər eləmirəm, D-dən C-ni çıxıram. CD-ni tapanda D-dən C-ni çıxırlar. Yəni D-dən C-yə çıxanda 0 eləmir. Yox, bax, A çıx 1. Hə, bu nöqtəyə görə. Sən deyirsən ki, biri 0 olsun, ona görə 0 tapın. Ay, qəşəng məncədir. Ola bilər. Amma sən hər kimi belə yazmalısan. A-nı tapdım -3. Bizdən istəyir D-ni. Yox, cavabını səhv olun belə. Bir dəqiqə. 3, 3. -3 yox, 3. Hə, 3 qoyanda 2, 6-dır. 2, 6-dır. Hə, o məntiqlə gedirsən. Ola bilər. Qəşəng məntiqdir. Sonra baxırsınız, biraz gəlizdə 32-yə. Axırıncı səhvə.
62-yə baxaq. Modul A bərabərdir 3. Modul B bərabərdir 2. Bizdən A çıxıb B vektorunun uzunluğunu tapın deyir. Bir dənə bura baxın. Uzunluğun modulu demək deyil. Necə yazırsınız? Diqqətlə qulaq asırsınız mənə. Nə edirəm? Bunu yazıram kök altında A çıxıb B-nin kvadratı. Qayıdıb deyirsən niyə? Kvadrat kökü öldürəndə modul çıxıraq. Ona görə. İndi mən içərisini açıram. A kvadrat çıxılsın 3AB üstəgəl B kvadrat. A-nın üçün 3 verib, bura 9-dur. B-ində 2 verib, bura 4-dür. Uşaqlar çaşır, burada 3-ü 2-yə vurur, deyir 6-dır. Götürüb 12-dən, 13-dən 12 çıxırlar, deyirlər cavab 1-dir. Alət cavab da yoxdur. Bunun yolunu izah edirəm, qulağısı mənə. Bax, bu AB var. AB-ni sən qıraqda açmalısan. Modula vurulsun modul B, vurulsun kos alfa kimi. Yəni 2 vurulsun 3, kosinusda verib bucaq 60. Vurulsun 2-lər. Yəni buranın cavabı sizdə 3-dür. Onda 9 ilə 4-ü toplayacağım 13, 13-dən də 6-nı çıxacağım kök altında 7. Bu biraz ulduzlu sualdır. Daha çox dəyərdən bulubdur. Bunu qeyd edeyim mütləq. Evdə baxıb yazamırsınız. Sonra 35'e baxacağım. Bunu sileyim. 35 də bax bu tiplidir. Diqqətlə baxın. Məndə iki vektor arasında qalan bucaq kos alfanın düsturu bu deyildi. Hə? Buydu mu? İndi mənə deyir ki, vektorlar A çıxılsın 2B ilə 2A çıxılsın B'dir. İndi mən bunu necə yazacağım? Yuxarıda yazacağım A çıxılsın 2B. Vurulsun 2A çıxılsın B. Aşağıda bunların modulu. A çıxılsın 2B. Razısınız? İndi yuxarını vurub atıram. Mənə kömək edin. 2A kvadrat çıxılsın AB çıxılsın 4AB üstə gəlsin 2B kvadrat. Problem var? Yoxdur. Sonra aşağıda bəyan elədiyim kimi kök altında kvadratlarını yazıram. Buraya qədər sualınız var. Mənə demişdi ki, skaler hasil sıfırdır. Nəyə görə sıfırdır? Çünki bunlar bir-birinə perpendikulardır. Onda bu da sıfırdır, bu da sıfırdır. Modul A da modul B'ye bərabərdirsə, onda 2B kvadratın yeni 2A kvadratı yazacağım. Yuxarı olacaq 4A kvadrat. İndi aşağıya baxın. 4A kvadrat çıxılsın 4AB üstəgəl B kvadrat. Bu da A kvadrat çıxılsın 4AB üstəgəl 4B kvadrat. Bunlar getdi sıfıra. Bunların da yerinə A kvadratı yazıram. 4A kvadrat bölünsün kök altına 5A kvadrat. Vurulsun kök altına 5A kvadrat. 4A kvadrat bölünsün 5A kvadrat. Cavab olacaq 5-də 4. Bax bu misal həqiqətən qəliz misaldır. Desəz ki, müəllim hara düşər? Bu elə bir ki, düşsə, məsələn, blokun çətin düşən ikinci şansına düşər. Amma yəni dəhşət çətin düşməlidir o ikinci şansı ki, bunu sallar ona. Yəni bir dəfə dedim ki, könlünüzdə qalmasın ki, bu misal müəllimə niyə demədi? Başa düşdünüz? Yəni məsələn evdə heç yazma. Könlündə qalmasın deyə dedim. Ki bu misalın görə nəyi varmış ki, müəllimə demədi. Yaxşı. Sonra növbəti baxacağım 51-ə. Bu linear nədir ki? Linear paralel. Bunu sileyim.
51. Mənə deyir ki, A-nın koordinatları 3, 4. Paralel vektor necə olur? Axı nisbətlər eyni olur. Ona görə ikisində eyni bir ədədə vururum. B-ni tapanda. Olacaq 3K, 4K. Mənə şərtdə deyir ki, modulu 20-dir. Yəni kök altında, kök altında bunun kvadratı, üstəcə bunun kvadratı bərabərdir 20. Kök altında 25K kvadrat 20, 5K bərabərdir 20. K-da neçə tapıram? 4. Deməli bu 12-dir, bu da 16-dır. Cavab olur C variantı. Məsələn, burada mənə deyir ki, müsbət koordinatdır. Bax, görürsünüz? Mənfi desəydi, orada K-nı mənfi 4 götürərdim. Niyə? Axı, kök altında 25K kvadratından modul da 5K çıxır. Ona görə. Yəni, mənfi də götürə bilirsiniz, müsbət də götürə bilirsiniz. Yazının növbəti birində deyim. Görüm, hansı deyim. Altmışı deyəcəm, bir də 66-nı deyəcəm. Və ikinci bölmənin əvvəlləri buraxılışa düşə bilər. Amma axırları buraxılışlıq deyil çoxda. Mən sizə konkret deyəcəm ki, hansılar buraxılışlıqda, hansılar blokluqda, hansılar da dediyim kimi düşsə ən çətinidir. İndi mənə baxın. Mənə deyir ki, alfa 120-dir. Modula bərabərdir 1-ə. Modul B bərabərdir 4-ə. Modulda 3 saat çıxılsın 2 B-ni istəyir. Mən deyirəm, bunu yenə yazıram kök altında bunların kvadratı kimi. Olacaq 9A kvadrat çıxılsın 12AB üstəcək 4B kvadrat. Bu 12AB-ni də aşağıda AB-sini hesablasam modula vurulsun modul B vurulsun kosinus alfadır. Yəni 1 vur 4, kosinus da 120-də mənfi 2-də 1. Eləyəcək mənfi 2. İndi bu elədi 24. A-nı 1 vermişdi. Bu elədi 9. 4-ü də 16-ya vuranda bu da 4-ü 16-ya vurun 64. 9, 24, 64. Toplana neçə eləyir? 97. O da C variantı. Bu bloka düşə bilər çətin sual kimi. Məsələn 66 buraxılışlıqda var. 66-nı deyək, sonra Sınaq işləyir. bəli. C-nin koordinatları 4-5-dir. B-nin koordinatları -3, 2-dir. Əgər deyirsə kəsişmə nöqtəsi, yəni bura koordinat başlanğıcıdır. Onda o deməkdir ki, bu nöqtələr koordinat başlanğıcı nəzərən simmetrikdirlər. Yəni bu 4-5-dirsə mən buna -4, -5 yazacağam. Bu -3, 2-dirsə buna nə yazacağam? 3, -3. AC-ni tapıramsa C-dən A-nı çıxıram. 4-dən -4-ü çıxıram 8, 5-dən -5-i çıxıram 10. BD-ni tapıramsa D-dən B-ni çıxıram. 3-dən -3 çıxıram 6, -2-dən də 2 çıxıram -4. Skaler arası 8 6-ya vuranda 48, 10-u -4-ə vuranda -40. Cavab olacaq 8, yəni D variantı. Aydındır. Bunu qeyd edeyim, bu əsl buraxılışdır.